Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Xırdalan şəhəri Milyonerlər məhəlləsində 3 mərtəbə 5 otaq təcil əlim yanında satılan bir villa çəkib sizə təqdim edirik. Qiymət çox əla bir qiymətdir. Ümumi 5 otaqdan ibarətdir. Deməli, burada bizim həyət hissəmiz. Həyətini görürsünüz və burada sol tərəfdə qaraj yerləşir. Bu qarajın giriş hissəsi küçədəndir, enli yoldur. Buradan rahat şəkildə maşınınızı saxlaya bilərsiniz. Qeyd edim ki, məhəlləsi enli məhəllədir, küçəsi enlidir. Yəni burada istədiyiniz sağda və solda maşınınızı saxlaya bilərsiniz. Və burada belə əlavə bir boş yer var. Buranı yay üçün, belə deyək, letni mətbəx kimi də istifadə edə bilərsiniz. Evin arxasına da keçməyə yer var, sadəcə çox vaxt itirməyə ehtiyacı yoxdur. Bütün mərtəbə arası beton monolitdir. Qiymət çox əla bir qiymətdir. 3 mərtəbə 5 otaq. Tam mülkiyyət kupca yerləşmə yeri Xırdalan şəhəri Milyonerlər məhəlləsi. Deməli, qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbəyə qalxdıqda ilk öncə burada sol tərəfdə bizim əla bir qonaq otağı var. Həm genişdir, əladır, genişdir. Həm də bax, fikir verin, 3 dənə pəncərəsi var. İşıqlanma çox əladır, panorama çox superdir. Burada bizim bir uşaq yataq otağımız var. Belə bir yataq otağı. 2 və 3-cü mərtəbələrdə, hər mərtəbədə sanitar qovşağı var. Mətbəx, bu hissələr döşəmə istipoldur. Mətbəxin də pəncərəsini görürsünüz. 2 dənə pəncərəsi var. Gördüyünüz bu evin satış qiyməti 150.000 manatdır. Torpağın və evin çıxarışı var. Xırdalan şəhəri. İkinci Milyonerlər məhəlləsi. 150.000 manat, 3 mərtəbə. Hər mərtəbə arası beton monolit. Təmir əla, dizayn əla, evin görünüşü həqiqətən super. Yenə də qalxır 3-cü mərtəbəyə, bu bir yataq otağı. 3-cü mərtəbənin sanitar qovşağı. Sanitar qovşağının genişliyi yaxşıdır. Və ikinci yataq otağı, bu yataq otağında genişliyi əladır, 2 pəncərəsi var. 3-cü mərtəbədə burada əsas yataq otağı yerləşir. Çox geniş, 3 pəncərədən ibarətdir. Yenə də ikinci mərtəbədə olan qonaq otağı ilə eynidir. Kvadratı. Evə baxmaq istəsəniz, əlavə sual olarsa aşağıda sağ tərəfdə bizim əlaqə nömrəmiz var. Zəng edib məlumat ala bilərsiniz. Buradan da eyvana çıxış var. Vaxtları bizə dediyiniz üçün çox sağ olun.